Salam aleykum dostlar. Bu günləri yenimizi başlamışıq. İndi buraları inşallah düzəldəcəyik. Burada polk eləyəcəyik. Səsi burada sonradan artırmışam. Yavaş-yavaş düzəldə çəkmişəm. İndi video tam şəkildə birazdan veriləcək. Yavaş-yavaş, yəni belə hissə çəkmişəm ki, görün necə düzəldilib. Belə dostlar. İndi videoya keçirik inşallah. Salam aleykum dostlar. Bu günləri orta hinimi toyuqlarım üçün düzəltdim. Bu qubanlardır. 4 dənə qalıb inşallah. Onlar kəsiləcək, gedəcək. Buranı düzəltdim. Bunlar üçün polk elədim. İnşallah ki, çox hündür eləməmişəm. Hələ ondan da hündür atam eləmək istəyirdi. Hələ salmışam aşağı. İnşallah ki, hündür olmaz. İnşallah fikrinizi deyərsiz. Yumurtaları qoymuşam. Buraları da qoymuşam ki, öyrəşiblər bura. Yavaş-yavaş görə hələ yuxarıda yumurtasalar qaldıracağım yuxarı. Allahın izni ilə. Cücələrimi də bura keçirmişəm. Buradadır. Bunlar qaz pitələrimdir. Onları çəkib videosunu paylaşmamışam sizdən. Qazlarım altında olanlar çıxardıb. Yaxşı çıxarmayıblar. Buradakı kiçik düzələrimdir. Ayın ikisi səhv eləmirəmsə çıxartdılar. 25 günlük düzələrimdir. Belə buranın setkası, pəncərəsi. Pəncərəni setkalı eləmişəm. Qapını da setkalı eləmişəm. Elə belə orta hindi. Orada saxlayırdım. Kesilmişəm bura. Bunda qapısını setkalı eləmişəm ki, hava girib çıxsın. İnşallah buranın havalandırmasını da düzəldərəm. Buranı sərin eləyərəm. Çünki isti olacaq. Yayda bura isti olacaq. Sizdən paylaşaram. Buradakı qaz yolları da qoymuşam. Çıxsınlar, üstündə yatsınlar. Belə dostlar. İndi birinci görək hələ necə olur. İnşallah Allahın izni ilə. Çox sağ olun. Allah razı olsun. Fikrinizi yenə deyin, nə eləmək olar, nə tər eləmək olar. Paylaşırdınız məndən hər şeyi. İnşallah ki, yenə paylaşarsınız. Allah razı olsun. İnşallah bunları ayırım. Hələ bir saf çürük eləməliyəm. Onları da sizinlə paylaşacağım. Yerləri, xırdaları. Allahın izni ilə. Belə, sağ olun, sağlıqla qalın.